Məsumlar ona görə tənha qalıb ki, bizi çox yuxarı çağırıblar, getməmişik. Əyyam Fatimiyədə dedim, xanım Zəhra niyə tənha qalıb? Cəmaat dedi ki, ey Peyğəmbərin qız, bizdən nə istəyirsiniz? Namaz qılırıq, oruç tuturuq, ibadət edirik. Nə istəyirsiniz? Başa düşmürdülər ki, bunlar daha da ləzzətin, mənfəətin, xeyrin daha da yuxarısında çağırırlar ki, gəlin yuxarıda daha çox xeyirlər var sizin üçün. Bax, şəhidlər bir dənə fürsət düşdü xalqın tarixində, moment idi, qızıl bir fürsət idi. O fürsətdən istifadə edib getdilər hara? İndə Rabbihim yurzaqun. Getdilər Allahın yanında yer tutdular özlərinə. Allahın yanındadılar. Bu Allahın yanı bilirsiniz nə deməkdir? Bütün ariflər, alimlər, bütün ömrünü 90 il gedib indi Allaha çatmaq üçün. Allahın yanına gedib çıxmaq üçün. Bəzən gedib çıxa bilmir. Bu bir anın içində gedib, indi deyirik şəhid fədakarlıq eləyib. Bəli, şəhid fədakarlıq eləyib, artıqlaması ilə əvəzini Allah ona verib. Dindarlar hansısa ideyaya özünü qurban verən adamlar deyil, xeyr. Dindar ən böyük pragmatikdir. Ən çox öz xeyrinə çalışan dindardır. Dində xeyirdən başqa bir şey var. Belə də deyirik, din bizi Allaha çatdırmaq istəyir. Yaxşı, Allaha çatdırmaq zərərli bir şeydir. Din səni Allaha çatdırmaq istəyir, yəni bütün xeyirlərə çatdırmaq istəyir. Yəni sənin bütün mənfəətin Allahdadır. Sənin bütün xeyirlərin Allahdadır. Elə başa düşür cəmaat şuuraltı ki, bir Allah adlı varlığı var, nəuzubillah. Tərsliyi tutub. Filan şeylər eləmək olmaz. Adını qoymuşam günah, olmaz. Eləməyin. Kim eləsə, baxarsınız, yandıracam onu. Və başlayır cəmaatın davası düşür Allahla. Amma mən sizə bir sual verim. Yolda nişanlar var ha. Deyir, yol dönür. Kimsə o nişanlarla dava eləyir. Dönməsəm uçuruma gedirəm. Olanı deyir də, Allah da belə eləyir. Allah deyir, filan şey günahdır. Yəni yol dönür, düz getməyəsən, uçuruma düşəcəksən. Sənə deyirlər ki, mənfəətin xeyri istəmirsən həyatda. Bəli, hər insan bunu istəyir. Sənin mənfəətin cavabı Allahın qapısındadır. Gedirsən onun qapısına, qulaq asın. İstədiyin o bütün xeyirlər, mənfəətə çatırsan. Görsən ki, burada hər şey buradaymış, xeyirlərin hamısı. Görsən ki, gözləyirmiş, sən gələsən, artıqlaması ilə sənə versin bunları. Verir sənə. Sən baxırsan, deyirsən ki, mən mənfəətim üçün gəlmişdim. Artıqlaması ilə ödədi. Bu mənfəəti verənin özünə bax, hələ görə, bu necə gözəldir. Sonra deyirsən ki, indi istəyirəm mən bu Allaha bir şey eləyim ki, fəda olum da, bu bir dənə də heç nə istəməyim. Alındıra bilmirsən, görsən ki, nə eləyirsənsə o başlayır qarşılıq verməyə. Nə eləyirsənsə başlayır qarşılıq verməyə, ehsandan əl çəkmir, sən daha da aşiq olursan ona. Eşq belə yaranır.